Dostlar, salam. Bəzi mövzular var ki, insanlar onlar haqqında danışmağa utanır. Hətta ən yaxın insanlarla belə. Kişi sonsuzluğu da həmin mövzulardan biridir. Çox kişi illərlə bir cümləni içində saxlayır. Problem məndə ola bilər və ən təhlükəli hissə budur. Utanmaq səbəbindən insanlar bəzən illərlə müayinəyə getmir. Halbuki tibbdə çox vacib bir həqiqət var. Uşağın olmaması problemi yalnız qadın problemi deyil. Cütlüklərdə sonsuzluq hallarının böyük hissəsində kişi faktoru da rol oynaya bilər və çox vaxt problem düşündükləri qədər ümidsiz olmur. Sadəcə səbəbi tapmaq lazımdır. Bugün çox vacib və həssas bir mövzudan danışacağıq. Kişi sonsuzluğu nədir? Ən çox hansı səbəblər olur? Sperma analizi nə göstərir və süni mayalanma həqiqətən necə işləyir? Çünki internetdə bu mövzuda çox qorxu, çox mif və çox yanlış məlumat var. Mən doktor Azərəm. Gəlin başlayaq. Kişi sonsuzluğu nə deməkdir? Sadə dillə desək, kişi sonsuzluğu kişinin spermasının hamiləlik yaratmaq qabiliyyətinin azalmasıdır. Bu nə deməkdir? Bəzən sperma sayı az olur, bəzən spermalar zəif hərəkət edir, bəzən forma problemləri olur. Bəzən isə sperma ümumiyyətlə olmur. Və burada çox vacib bir detal var. Bir kişinin normal cinsi həyatının olması hələ məhsuldarlığın normal olması demək deyil. Bu çox qarışdırılan mövzudur. İnsan düşünür, özümü normal hiss edirəm, deməli problem yoxdur. Halbuki məhsuldarlıq ayrıca mövzudur. Və bunu yalnız analizlə qiymətləndirmək mümkündür. Ən böyük səhv, günahı yalnız qadında axtarmaq. Bu mövzuda illərlə davam edən çox yanlış yanaşma olub. Uşaq olmayanda bütün diqqət qadına yönəlir. Amma tibbi reallıq başqadır. Sonsuzluq hallarının böyük hissəsində ya kişi faktoru olur, ya qadın faktoru, ya da hər ikisi birlikdə rol oynayır. Yəni bu kim günahkardır mövzusu deyil. Bu tibbi problemdir və tibbi problem emosional ittihamla yox, müayinə ilə həll olunur. Çox kişi sadəcə ego səbəbindən analiz verməkdən qaçır. Halbuki ən sadə sperma analizi bəzən aylarla davam edən suallara cavab verə bilər. Sperma necə yaranır? Bunu başa düşmək vacibdir. Çünki səbəbləri anlamaq üçün sistemi anlamaq lazımdır. Sperma xayalarda yaranır. Bu proses hormonlarla idarə olunur. Əsas hormonlardan biri testosterondur. Amma təkcə testosteron kifayət deyil. Beyindən gələn hormonal siqnallar, qan dövranı, temperatur, ümumi sağlamlıq, hamısı bu prosesə təsir edir. Və çox maraqlı detal var. Sperma istehsalı üçün xayalar bədən temperaturundan bir qədər aşağı temperatur istəyir. Məhz buna görə xayalar bədənin xaricində yerləşir. Yəni temperatur belə bu sistem üçün vacibdir. Ən çox rast gəlinən səbəblər. Birinci səbəb, varikosel. Bu, xaya ətrafındakı damarların genişlənməsidir. Sadə dillə desək, orada qan dövranı pozulur. Nəticədə temperatur artır, oksigen azalır və sperma keyfiyyəti zəifləyə bilər. Çox kişidə heç bir ağrı olmur, sadəcə analizdə problem görünür. Bəzilərində isə ağırlıq hissi, uzun ayaq üstə qalanda narahatlıq və ya bir tərəfdə damarların böyüməsi hiss olunur. Varikosel kişi sonsuzluğunun ən çox rast gəlinən səbəblərindən biridir. İkinci böyük səbəb, hormon problemləri. Əgər testosteron aşağıdırsa və ya beyindən gələn hormonal siqnallar pozulubsa, sperma istehsalı zəifləyə bilər. Burada başqa əlamətlər də ola bilər. Yorğunluq, libidonun azalması, əzələ etkisi, enerji düşməsi. Amma yenə vacib detal, bəzi kişilərdə heç simptom olmur. Sadəcə uşaq olmadığı üçün müayinə başlayır. Üçüncü səbəb, həyat tərzi. Bu hissə çox vacibdir. Çünki bəzi insanlar bütün problemi yalnız xəstəlikdə axtarır. Halbuki həyat tərzi sperma keyfiyyətinə ciddi təsir edə bilər. Məsələn, siqaret, alkoqol, narkotik maddələr, yuxusuzluq, xroniki stres, hərəkətsizlik, artıq çəki və bəzi steroid preparatları. Xüsusilə steroid istifadəsi çox təhlükəli mövzudur. Bir çox insan düşünür, əzələ artırırsa problem nədir?
Amma xaricdən verilən testosteron bəzən bədənin öz sperma istehsalını ciddi şəkildə zəiflədə bilər. Çünki beyin düşünür ki, hormon kifayətdir və xayalara siqnal azalır. Nəticədə sperma istehsalı düşə bilər. Temperatur niyə vacibdir? Bu mövzu çox az bilinir, amma çox önəmlidir. Uzun müddət isti mühit, sauna, həddindən artıq isti vannalar və bəzi hallarda dizüstü kompüteri uzun müddət qucaqda saxlamaq belə temperaturu artıra bilər. Bu tək səbəb deyil, amma həssas insanlarda əlavə təsir yarada bilər. Çünki sperma hüceyrələri temperatur dəyişikliklərinə çox həssasdır. Stres həqiqətən təsir edirmi? Bəli, və düşündüyündən daha çox. Xroniki stres zamanı kortizol artır, yuxu pozulur, hormonal balans dəyişir, insan daha az hərəkət edir, pis qidalanır və bəzən siqaret və alkoqola daha çox yönəlir. Yəni stres təkcə psixoloji problem deyil, bədənə real hormonal təsir göstərir. Sperma analizi nə göstərir? Bu ən vacib müayinələrdən biridir və çox insan bundan qorxur. Halbuki bu sadəcə analizdir. Əsas baxılan şeylər bunlardır. Sperma sayı, hərəkətlilik, forma və ümumi keyfiyyət. Məsələn, sperma sayı normal ola bilər, amma hərəkət zəif ola bilər. Yaxud hərəkət yaxşıdır, amma forma problemlidir. Ona görə yalnız var və ya yoxdur yanaşması düzgün deyil. Analizin bütün hissələri birlikdə qiymətləndirilir. Və çox vacib detal. Bir analiz həmişə son qərar deyil. Çünki stres, xəstəlik, yuxusuzluq, hətta son aylardakı həyat tərzi belə nəticəyə təsir edə bilər. Bəzən analiz təkrarlanır. Süni mayalanma nədir? Bu mövzu ətrafında çox qorxu və yanlış fikir var. Bir çox insan düşünür ki, süni mayalanma artıq son mərhələ deməkdir. Halbuki müasir tibbdə bu üsullar minlərlə ailəyə uşaq sahibi olmaq şansı verib. Ən çox istifadə olunan üsullardan biri laboratoriyada mayalanmadır. Bu zaman qadından götürülən yumurta hüceyrəsi laboratoriyada sperma ilə birləşdirilir. Sonra yaranan embrion ana bətninə yerləşdirilir. Bəzi hallarda isə spermalar yumurtaya özləri çata bilmir. Bu zaman xüsusi üsulla seçilmiş bir sperma birbaşa yumurtanın içinə yerləşdirilə bilər. Məhz bu texnologiyalar bir çox ailəyə ümid verir. Amma burada çox vacib həqiqət var. Hər sonsuzluq problemi birbaşa süni mayalanma demək deyil. Bəzən sadəcə həyat tərzi dəyişiklikləri kifayət edir. Bəzən hormon balansını düzəltmək lazımdır. Bəzən varikosel müalicəsi kömək edir. Bəzən isə daha sadə tibbi üsullar nəticə verir. Süni mayalanmada kişi faktoru nə qədər vacibdir? Çox vacibdir. Çünki embrionun yaranması üçün həm sağlam yumurta, həm də keyfiyyətli sperma lazımdır. Əgər sperma sayı azdırsa, hərəkəti zəifdirsə və ya forma problemləri varsa, bu da nəticəyə ciddi təsir edə bilər. Bəzi hallarda laboratoriyada ən uyğun sperma seçilərək istifadə olunur. Bu üsullar tibbdə çox böyük inkişaf hesab olunur. Amma yenə vacib bir detal var. Süni mayalanma möcüzə düyməsi deyil. Nəticəyə yaş, ümumi sağlamlıq, hormon balansı, yumurta keyfiyyəti və sperma vəziyyəti təsir edir. Ən böyük psixoloji problem. Bu mövzu haqqında az danışılır, amma çox vacibdir. Kişi sonsuzluğu bəzi insanlarda ciddi psixoloji yük yaradır. İnsan özünü yetərsiz hiss etməyə başlayır, özünü günahlandırır. Bəzən depressiya yaranır, bəzən cütlüklər arasında münasibətlər pozulur. Halbuki burada ən vacib yanaşma budur. Bu, tibbi problemdir. Şəxsi dəyər məsələsi deyil. Necə ki, ürək xəstəliyi utanılacaq mövzu deyil. Bu da deyil. Hansı siqnallar diqqət tələb edir? Əgər bir ildən çox qorunmadan hamiləlik olmursa, xayalarda ağrı və ya şişlik varsa, cinsi hormon problemləri hiss olunursa və ya keçmişdə əməliyyat, travma, infeksiya olubsa, müayinə vacibdir. Xüsusilə uşaqlıqda enməmiş xaya problemi olmuş kişilər diqqətli olmalıdır. Miflər və reallıq. Birinci mif. Sağlam görünürəmsə, problem ola bilməz. Yanlış. Məhsuldarlıq ayrıca mövzudur. İkinci mif. Sonsuzluq həmişə qadın problemidir. Tam yanlış. Üçüncü mif. Bir dəfə analiz pis çıxdısa, artıq ümid yoxdur. Bu da doğru deyil. Bəzi problemlər müalicə oluna bilər. Dördüncü mif. Süni mayalanma həmişə uğurludur. Xeyr, bu tibbi şansları artıran üsuldur. Amma nəticəyə təsir edən çox faktor var. Nə kömək edə bilər? Birinci, çəki nəzarəti. İkinci, normal yuxu. Üçüncü, siqareti azaltmaq və ya tam dayandırmaq. Dördüncü, steroidlərdən uzaq durmaq. Beşinci, müntəzəm hərəkət. Altıncı,
uzun müddət istilikdən qaçmaq və ən vacibi vaxtında müayinə. Çünki bəzən illərlə gözlənilən problem daha sadə şəkildə həll oluna bilərdi. Ən vacib nəticə. Bir şeyi unutmayın. Kişi sonsuzluğu düşündüyünüzdən daha yayğındır. Sadəcə insanlar bu mövzuda danışmır və məhz buna görə bir çox kişi gec müraciət edir. Halbuki erkən müayinə həm vaxt qazandıra bilər, həm də müalicə şansını artıra bilər. Ən təhlükəli cümlə isə yenə budur. Keçər. Bəzən keçmir. Bəzən bədən sizə əvvəlcədən siqnal verir. Sadəcə onu dinləmək lazımdır. Və sonda sizə bir təşəkkür etmək istəyirəm. Bu kanal artıq 1000 nəfərlik bir ailəyə çevrilib. 1000 abunəçi həddinə birlikdə çatdıq. Məni izlədiyiniz, dəstək olduğunuz və videoları paylaşdığınız üçün hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, bu videolar kiminsə vaxtında həkimə getməsinə, kiminsə isə sağlamlığına daha diqqətli yanaşmasına kömək edir. Mən Doktor Azərəm. Növbəti videoda çox insanın yaşadığı, amma çox vaxt ciddi qəbul etmədiyi bir mövzudan danışacağıq. Soyuq əllərin səbəbi nədir? Çünki bəzən bu sadəcə hava deyil. Bəzən isə bədən qan dövranı problemləri, dəmir çatışmazlığı, hormon dəyişiklikləri və ya başqa vacib siqnallar göndərməyə çalışır. Sağ olun, salamat qalın.